Avrasiya, nəhəng, vahid bir materik. Amma iqliminə baxanda sanki iki fərqli dünyadan danışırıq. Heç düşünmüsünüzmü? Sibirin o amansız şaxtaları ilə Hindistanın rütubətli, isti cəngəllikləri eyni quru parçasında necə yerləşə bilər? Bax, bugün biz sizinlə birlikdə bu böyük coğrafi sirrin pərdə arxasına baxacağıq və Avrasiyanın iqlimini formalaşdıran o güclü qüvvələri bir-bir kəşf edəcəyik. Gəlin görək bugün nələrdən danışacağıq. Əvvəlcə bu fərqliliyin səbəbini sorğulayacağıq. Sonra iqlimin təməl daşlarını, yəni əsas amilləri öyrənəcəyik. Daha sonra havanı hərəkətə gətirən küləklərə, cərəyanlara, dağların möhtəşəm təsirinə baxıb, sonda bütün bu puzzle parçalarını birləşdirərək Avrasiyanın o rəngarəng iqlim mənzərəsini tam olaraq görəcəyik. Yaxşı, gəlin elə əsas tapmacadan, əsas sualdan başlayaq. Avrasiya bütöv bir quru sahəsidir. Amma necə olur ki, onun bir ucundakı hava şəraiti o biri ucundankindən bu qədər, yəni ağlasığmaz dərəcədə fərqlənir? Məsələni daha da konkretləşdirmək üçün gəlin çox məşhur bir müqayisəyə baxaq, London və Moskva. Xəritədə baxsanız, görərsiniz ki, təxminən eyni coğrafi enlikdə yerləşirlər. Bəs niyə birində qışlar yumuşaq keçir, digərində isə şaxta sümüklərə işləyir? Bax, bu sual bizim bütün araşdırmamızın mərkəzində dayanacaq. Gəlin rəqəmlərə baxaq. Onlar heç vaxt yalan demir. Baxın, solda Londonun qrafiki. Temperatur fərqi nə qədər azdır, görürsünüz? Qışlar mülayimdir, yaylar sərin. Bu klassik bir mülayim dəniz iqlimidir. İndi isə sağ tərəfə, Moskvaya baxın. Tam bir təzad. Qışda temperatur mənfi 10'lara düşür, yayda isə 20'ni keçir. Bu kəskin fərq, bu böyük amplituda sərt kontinental iqlimin göstəricisidir. Təkrar edirəm, eyni enlik, amma tamamilə fərqli iqlim dünyaları. Gəlin görək bunun səbəbi nədir? Yaxşı, bu fərqin kökünə enmək üçün gəlin ən təməl amillərdən, yəni istənilən bir yerin iqlimini formalaşdıran o fundamental tikinti bloklarından başlayaq. Hər şey coğrafiya ilə başlayır, elə deyilmi? Gəlin Avropaya baxaq. Sahilləri necə də girintili çıxıntılıdır. Bu o deməkdir ki, Atlantik okeanının o mülayim və rütubətli nəfəsi materikin dərinliklərinə asanlıqla daxil ola bilir. İndi isə Asiyaya baxın. Nəhəng, yekapara bir quru kütləsi. Onun mərkəzi hissələri okeanlardan minlərlə kilometr uzaqdadır. Coğrafiyada biz buna kontinentallıq deyirik. Yəni, okean təsiri zəiflədikcə qışlar daha sərt, yaylar isə daha isti olur. Və təbii ki, hamımızın məktəbdən bildiyi o qızıl qayda var. Bir yer qütblərə nə qədər yaxındırsa, o qədər soyuq, ekvatora nə qədər yaxındırsa, o qədər isti, günəş enerjisi alır. Avrasiya şimaldan cənuba o qədər böyük bir məsafədə uzanır ki, bu amil özünü çox aydın şəkildə göstərir. Yaxşı, amma iqlim təkcə yerləşdiyin yerdən ibarət deyil. İstiliyi və rütubəti bütün materik boyunca paylayan dinamik qüvvələr var. Okean cərəyanları və küləklər. Onlar sanki iqlimin mühərrikləridir. Gəlin indi onlara baxaq. Və budur hekayəmizin əsas qəhrəmanlarından biri, Gulf Stream cərəyanı. Təsəvvür edin ki, Atlantik okeanının içində hərəkət edən nəhəng bir isti su kəməri var. Tropiklərdən gələn o isti suyu birbaşa Avropanın sahillərinə daşıyır. Yəni, bu cərəyan bütün Qərbi Avropa üçün təbii bir istilik sistemi, nəhəng bir radiator rolunu oynayır. Məhz buna görə Avropanın iqlimi eyni enlikdəki digər yerlərdən qat-qat yumşaqdır. Baxın, sistem necə mükəmməl işləyir. İsti cərəyan okean suyunu qızdırır, həmin isti suyun üzərindən daima qərbdən əsən küləklər isə o istiliyi və buxarlanan nəmi götürüb birbaşa Avropanın üzərinə gətirir. Nəticə, Qərbi Avropada yumşaq, bol yağıntılı qışlar. Londonun iqliminin sirri də məhz bu mexanizmdə gizlənir. İndi isə gəlin səhnəni tamamilə dəyişək və Asiyaya nəzər salaq. Burada oyunu tamamilə başqa qüvvələr idarə edir. Mussonlar, bu küləklər mövsümdən asılı olaraq istiqamətini 180 dərəcə dəyişir. Yayda okeandan quruya doğru əsərək inanılmaz dərəcədə çox yağış gətirirlər, qışda isə əksinə, qurudan okeana doğru əsərək quraqlıq mövsümünü başladırlar. Bu sadəcə bir hava hadisəsi deyil. Bu, milyardlarla insanın həyat tərzini müəyyən edən bir ritmdir.
Yay mussonları Hind və Sakit okeanlardan gələn nəm dolu hava kütlələridir. Onlar cənubi, cənub-şərqi və şərqi Asiyaya həyatverici yağışlar gətirir. Milyardlarla insanın içdiyi su, yedikləri düyü, bütün iqtisadiyyatları məhz bu yağışların vaxtında yağmasından asılıdır. Həmçinin unutmayaq ki, Sakit okeanda da Gulf Stream'in qardaşı sayılan Kuroshio cərəyanı var. O da Şərqi Asiyanın iklimini xeyli mülayimləşdirir. Amma qış gələndə hər şey tərsinə dönür və qurudan əsən soyuq küləklər quraqlığı gətirir. Masterikin tamamilə o biri başında, şimalda isə hekayə bambaşqadır. Avropanı isidən qərb kürəklərinin əksinə, burada Şimal Buzlu okeanından gələn kəskin, soyuq şimal-şərq küləkləri hakimdir. Və işin maraqlı tərəfi odur ki, bu okean ilin çox hissəsində qalın buz təbəqəsi ilə örtülü olduğu üçün oradan gələn hava kütlələri soyuq olsa da, demək olar ki, yağıntı gətirmir. Çünki buxarlanma yoxdur. Bu da Şimali Sibirin o kəskin soyuq və quru iqlimini yaradır. İndi isə son, amma bəlkə də ən dramatik amilə gəldik. Materikin fiziki quruluşu, yəni relyef. Dağlar. Onlar sadəcə daş və torpaq yığını deyil, onlar iqlimə təsir edən nəhəng maneələrdir. Və dağ deyəndə Asiyada ilk ağla gələn əlbəttə ki, Himalaylardır. Bu möhtəşəm dağ silsiləsinə bir baxın. Bu, sadəcə yüksək bir yer deyil. Bu, bütün regionun iqlimini tamamilə dəyişdirən əsl iqlim divarıdır. Bu divarın gücünü anlamaq üçün sizə sadəcə bir rəqəm deyəcəm. 11.200 mm. Bu, Hindistanda Himalayların cənub yamacında yerləşən Cherrapunchi məntəqəsinə bir ildə düşən orta yağıntının miqdarıdır. Təsəvvür etmək üçün deyim ki, bu Bakıya düşən illik yağıntıdan təxminən 50 dəfə çoxdur. Bəli, bura planetimizin ən rutubətli yerlərindən biridir. Bəs bu möhtəşəm hadisə necə baş verir? Çox sadə bir fizika qanunuyla. Hind okeanından gələn o nəm dolu hava kütlələri Himalay divarına çatanda yuxarı qalxmağa məcbur olur. Yüksəldikcə soyuyan hava taşıdığı bütün nəmi dağların cənub yamaclarına güclü yağış şəklində boşaldır. Dağları aşıb o biri tərəfə keçən hava isə artıq tamamilə qurumuş olur və Mərkəzi Asiyada səhraların yaranmasına səbəb olur. Deməli, bu nəhəng dağlar okean təsirinin Asiyanın daxili hissələrinə çatmasının qarşısını bir divar kimi kəsir və bununla da materikin mərkəzinin kontinentallığını, yəni quruluğunu daha da artırır. Yaxşı, indi gəlin bütün bu bildiklərimizi, bütün bu puzzle parçalarını bir yerə yığaq. Böyük mənzərəyə baxaq və başlanğıcdakı o sirri, o tapmacanı birlikdə həll edək. Bax, bu iki xəritə əslində bizim bütün hekayəmizi danışır. Soldakı Avropa xəritəsinə baxın. İqlim qurşaqları necə də səliqəli, enli boyunca uzanan zolaqlar kimidir. Bu, Atlantik okeanının vahid, mülayimləşdirici təsirinin nəticəsidir. İndi isə sağdakı Asiya xəritəsinə baxın. Bu əsl mozaikadır, əsl rəngərəklikdir. Şimalda Arktik buzlaqlar, cənubda mussonların yaratdığı tropik cəngəlliklər, mərkəzdə isə Himalayların yağış kölgəsində yaranan səhralar. Gördüyümüz hər bir rəngin arxasında danışdığımız bir amil dayanır. Okeanlar, cərəyanlar, küləklər və təbii ki, o nəhəng dağlar. Və bu cədvəl bütün müzakirəmizin qısa bir xülasəsidir. Avropanın iqliminin taleyini Atlantik okeanı və onun isti cəryanları həll edir. Bu da mülayim kiçik temperatur fərqləri olan bir iqlim yaradır. Asiyanın iqlimini isə onun nəhəng ölçüsü, mürəkkəb relyefi və mussonlar formalaşdırır. Nəticə isə ekstremal, böyük temperatur fərqləri olan kontinental bir iqlimdir. Və beləcə başlanğıcdakı sualımıza qayıdırıq, artıq cavabı bilirik, elə deyilmi? London, Atlantik okeanının və qərb küləklərinin o isti, rütubətli nəfəsi altında olduğu üçün mülayimdir. Moskva isə bu mülayimləşdirici təsirdən çox-çox uzaqda, materikin soyuq dərinliklərində yerləşir. Buna görə də orada qışlar sərt, yaylar isti keçir. Sir həll olundu. Və sonda gəlin birlikdə düşünək. Bütün bu danışdığımız incə tarazlıq, okean cəryanları, küləklərin ritmi, buzlaqların vəziyyəti, qlobal istiləşmə nəticəsində necə dəyişə bilər? Bu dəyişikliklər Avrasiyada yaşayan milyardlarla insanın həyatına sabah necə təsir edəcək? Düşünürəm ki, bu, üzərində ciddi düşünməyə dəyər bir sualdır.